1 iyun 2025-ci il tarixində Qusar rayonunda Qusar rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Anatoliy Rafailovun və Magen David Azərbaycan İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə Qusar və Quba rayonlarından olan şəhid ailələrinin övladları üçün 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir və konsert proqramı təşkil olunub. Tədbirdə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Qusar və Quba rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri və onların övladları iştirak ediblər. Tədbir öncəsi səmaya rəngarəng şarlar buraxılaraq bayram əhval-ruhiyyəsi yaradıldı. Rayonun ən hündür və füsunkar yerində yerləşən unikal restoranlarından biri olan Meydan restoranında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının memarı və qurucusu Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov tədbir iştirakçılarını salamlayaraq 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı şəhid övladları başda olmaqla bütün uşaqlara ən xoş arzularını çatdırdı. Onların sağlam, vətənpərvər və bilikli gənc nəsil kimi yetişdirilməsi üçün bütün imkanların səfərbər olunduğunu diqqətə çatdıran rayon rəhbəri bu tədbirində məhz həmin siyasətin davamı olaraq həyata keçirildiyini bildirib. Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov da öz çıxışında dövlətin və millətin mənəvi dayağı olan şəhid ailələri və onların övladlarına diqqət və qayğı göstərilməsinin hər birimizin borcu olduğunu qeyd edib. Tədbirdə çıxış edən digər natiqlər də xüsusilə şəhid ailələrinin övladlarına göstərilən dövlət qayğısından bəhs etdilər. Tədbir Respublikanın tanınmış ifaçılarının iştirakı ilə konsert proqramı ilə davam etdirildi. Keçdi an kimi, xoş görmüşük səni. Daha mənim dəçərim yox Şuşa, səni bağlı diləyim çox Şuşa. Dəydi düşmür atdığı oxdaşa, xoş görmüşük səni. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə toplaşmışıq. Bu günləri bu tədbiri təşkil edən həm bizim cənab başçımıza, həm də tədbiri təşkil edən bütün təşkilatçılara, əməyə keçən hər kəsə böyük təşəkkürümü bildirirəm. Bu günləri bura şəhid əmanətlərini, şəhidlərimizin balalarını yığıblar. Onların üzlərini güldürürlər. Buna görə hər kəsə çox təşəkkür bildirirəm. Çox sağ olsunlar. Dilimin sözü utadı, az qalıb köksündə, ürək danışar. Sən yoxsan həsrətdən yoruluram mən, belə tənha yalnız qala bilmirəm. Vətən müharibəsi qəhrəmanı, Terminator ləqəbli Mehrab Niftəliyevin atası Söhrəb müəllim. Çox gözəl, çox gözəldir bu günləri. Həqiqətən də bax bizim güclü olmağımızı, bizim bir olmağımızı, bax bugünkü tədbir bunu nümayiş elətdirir. Həqiqətən də bu günləri uşaqların yəni müdafiəsi günüdür. Bəli, bu günləri deputatlarımıza da təşəkkürüm bildirirəm, rayon icra hakimlərinə təşəkkürüm bildirirəm. Ümumiyyətlə bu məclisə iştirak edən insanları. Çünki biz gələcəkdə həmişə qalib bir ölkə kimi yaddaşlarda qalmaqdan ötürü biz bu günləri uşaqlarımızın qayğısına belə qalırıq. Eşq olsun bizim Azərbaycanımıza.
meclisi yaratanlara, bütün təşkilatçılara təşəkkürümüzü bildiririk. Uşaqlarımızı da bayramın təbrik edirik, 100 yaşasınlar. Bir də bizim bu dünyamıza belə qara küləklər əsməsin. Balalarımız hamı, gidən balalarımız sağ-salamat vətənimizə, evimizə dönsün. Feyruz Qayıtmazov, F Production, Qusar.